Salam uşaqlar, göründüyü kimi 2026 polinom sualına qarşınızdayıq. Burada deməli çox rahat bir sual tipidir. Əslində polinomlardan biz çox da çətin suallar həll edirik, amma realda burada çox da çətin olmayan suallar düşüb. Deməli burada görsəndiyi kimi verilib ikinci dərəcədən bir denklem formasında bir polinomdur və P1 və P-1 14 olduğunu verir və AB-nin Z+'dan olduğunu verib. Mən hər dəfə deyirəm ki, uşaqlar, AB-ni tam ədəd verirsə, burada hardasa dəyər vermək üsulları var. Yəni, haradasa dəyər verəcəyik. Təbii ki, uşaqların bəzi müəllimlər deyir ki, dəyər vermə ümumiyyətlə düşmür. Elə bir anlayış yoxdur uşaqlar. Yəni, sırf olaraq sayılar mövzusu hissəsindən faktorlar gəlməyinə baxmayaraq. Yəni, dəyər vermə digər mövzularda da keçərlidir, yəni onun hökmü. Ona görə də gəlin, bərabər həll ilə. Birinci P1-i tapaq uşaqlar. P1 bərabərdir. Deməli, olacaq A artı B, x-in yerinə 1 qoyuruq. Üstə yazılsın A çarpı B. Və P-1-i də tapaq. Deməli, -1 qalanda yenə A, üstə çıxaq, deməli B olacaq, üstə yazılsın A çarpı B olacaq. Şola buna tərəf-tərəfə toplayıb, bərabər eləməliyim 14-ə. Tərəf-tərəfə toplayanda buradan biz B-ləri sadələşdiririk. Yəni, 1-1 müsbətdir. 2 dənə A olur və üstə yazılsın 2AB olur. Və nəticə etibarıyla 14-ə bərabərdir. Buradan hər tərəfi 2-yə sadələşdirsək və nəticədə bunun 7 olduğunu görmüş olacaq və A-nın parantez dışına, yəni mötərizə xaricinə çıxarsaq, buranın 7 olduğunu düşünərik. Yəni 7 olduğunu alarıq daha doğrusu. Onda uşaqlar, burada nəyə fikir verəcəyik? Baxırıq ki, burada 2 dənə çarpım var və buradakı asal sayıdır. Asal sayı ancaq 1 ilə özünün çarpımına eşitdir. Ona görə də A-ya ya 1 düşür, ya 7 düşür. İki şansın ikisini də istifadə edə bilərik. Deməli, birincisi nə edirik? Birincisi 1-i versək A-ya, onda bura 7 düşməlidir. B-yə də avtomatik olaraq 6 düşür. Və yaxud da ki, A-ya, məsəl üçün, deyək ki, 7 versəydik, o zaman B-yə 0 vermə şansımız var idi və bizim də şərtimizə əsasən 0 olma şansı yoxdur. Biz nə demişdik? Z+ hansı ədədlərdən ibarətdir? Əslində, yadınıza salmaq üçün bunun bir neçə elementində yazmaq şansımız var. Tamam mı? O zaman uşaqlar bu şərt ödəmədi və A-ya 1 düşdü və B-yə də avtomatik olaraq 6 düşdü. O zaman 1, üstə yazılsın 2 vuraq 6 və nəticə etibarında 13. Deməli, bu sualın cavabı neçəymiş uşaqlar? 13-müş. Cavab anahtarında da yəqin ki, 13 yazmışsınız. Növbəti video izahından inşallah qarşınızda olacağım. Xoş izləmələr. Sağ olun, sağlıqla.